Motivasiyonunuz var. Siz gene başa düştüm. Motivasiya ne olur öyle değilse de. Bizim kent ona derler, ne tay oldu durduğu yerde şehir yaptı. Azerbaycan yeri. Deməli, mən 3-cü sinifdə oxuyordum. Beni bir de gördüm ki, o bir sen adamın, bak senden bir şey sorsun. Doğulduğum il yadına gelir. Hep gelmez de yani. Nasıl? Ben de o ilk yazdığım yadıma geldi. Öyle çok garibet olsa ya, ama bir şey yanındaki Moskva'dan yazdım. Eşkıya Ahmet'ten başka onda hiç şey sararı görmemişti. Ne bileyim Kızıl Meydan, Leylim Baba. Sizin babanız olmayıp sizin türeleriniz, yaxşı veririz. Ama benim babam olmak farklı olarak. Mehmet adam öz babasından imtihanıydı. O kişi baba kişi, biz kişi olmuyor. O sizin hakkınızda değil ki okumak, yine okumak. Ben bu pis baba da öyle diyorum. Yani motivasya, bak. Motivasya, gör ki bir sene deməli soruşurlar ki bu yazçılıq falan nədir? Hamı deyir ki Allah vergisi. Düzdür, mən də ondan şərikəm. Amma məndə öz fikrim var. Allah vergisi olsun, düzdür. Əslində heynədir. Amma mənim üçün yazçılıq mənim xasiyyətimdir. Bu xasiyyətdir. O deyir, əşinə var, bunun xasiyyəti belədir. Tüktür, yəni biraz dil hədindən artıq çox şirindir. İndi mənim gözəl babam, Allah bəxtini versin, orada sıradan qızların hamısının bəxtini versin, o taxta özümüz verərik, belə şeyləri. Yəni, motivasiya bundan ibarətdir, motivasiya. Neyse, biraz tərpənmişəm də, için tərpənmişdir. Həm də, qızım, bir şey deyim, sən hansı rayonundansın, başlasın? Lənkəran. Lənkəranı anlatıyor. Deməli, bu kənd uşaqları, şəhər uşaqlarına baxanda biraz tez düzəlirlər. Çünki asfaltın üstündə düzəlmək çətindir axı, elə deyil. Kənddə belə də əqin torpaqda gün də vurur başına, vaxtından qabaq düzəlmək, bunda həm də vaxtından qabaq düzəltiyə meyli olan bir varlıq kimi qəbul edirəm. Çox sağ olun. Bir daha salam Seyran müəllim. Məni maraqlandıran sual oydu ki, məsələn, mənim sizin ən sevdiyim şeiriniz Ayrı İlk Məhəbbətin şeiridir. Bəs sizin bir müəllif olaraq özünüzün ən sevdiyiniz şeir hansıdır? Mənim özümün ən çox sevdiyim şeir, mənim birinci sevdiyim qızım şeirlərdir, poeziyadır. Bax, ən çox sevdiyim şeir o kitabdır. Məsələn, Allah sizə insaf versin, biraz fikriniz dağınıqdır. Məsələn, mən bir şeirimin axırını deyəcəm sizə, gör bunun nəyə olursundan pisdir. Utancaq məhəbbətim. Deyir, ay yanağı qırmızı utancaq məhəbbətim, heç bilmirəm haradasan, bəlkə bu özgə baxışlar qollarını bağlayıb, bəlkə elə dardasan, ay yanağı qırmızı utancaq məhəbbətim. Bilsən ki, bilsən dənizlərdəsən, mən bütün dənizləri dalğa gəzərəm. Bilsən nə bilim dağlar gizlədir səni, yumruğuma dağlar əzərəm. Axırda belə deyir ki, ay yanar qırmızı tutacaq məhəbbətim. Bilsən çiçəklərin qoxusunda gəzirsən, əlində günəş boyda gül dəstəsi tutardım. Bilsəydim, insanların yuxusunda gəzirsən, bütün bəşəriyyətin əvəzinə yatardım. Bilməkdir. Təşəkkür edirəm. Hər vaxtınız xeyir olsun, birinci olaraq sizi salamlayıram. Mən Şərq Şansı Fakültəsinin 2-ci kurs tələbəsiyəm, Mustafa Məxluqə. Mənim birinci olaraq fikrim bundan ibarət olacaq ki, sizin sevdiyim çox gözəl bir sözünüz var. Siz deyirsiniz ki, insan öyrənir ölənə qədər, öləndə belə öyrənir ölməyi. Amma mən burada indi öyrənən cəhətdən belə bir sual vermək istəyirəm ki, sizin ən sevdiyim şeirimiz bayaqlar səsləndiyiniz İlk Məhəbbətim, Son Məhəbbətim şeiridir.
O şeiri hal-hazırda indi yazsaydınız, nə kimi əlavələr edərdiniz? Bu maraqlıdır. Elə o bir suallar da maraqlıdır. Əlavə də yox, orada məsələn bir yerdə özümə də oxuculara da şəhər atmışam. Onu orada deyir ki, insanlar bir dəfə doğulduğundan elə bir dəfə də sevə bilərmiş. Amma insanlar o deyir 100 dəfə ölüb dirilir. Onu mən belə deyərdim, insanlar 100 dəfə doğulduğundan elə 100 dəfə də sevə bilərmiş. Mənim sualım buna ibarətdir ki, özünüzü ideal hesab etdiyiniz hər hansı bir həmkarınız və ümumən elə biri varmı? İşte. Mən kimi ideal hesab edirəm, yası. Bəli, həmkarınız və ümumən. Bəlkə də bir fəhlə ideal ola bilər ki, mənim balam. Yası heç vaxt ideal ola bilməz. Bu belə. İkincəki, ümumiyyətcə, ideal, mən dindar dövləm, molla zat da bilmərəm. Allah'ımı çox sevirəm. İdeal bir Allah'dır. Öncelikle sizi salamlayıram. Ben Əliyə Bölgəyə, Sosial Elmlər və Psixoloji Fakültəsində təhsil alıram. İkincisi sualım belədir. Daş evlər romanınızda məkan hansı simvolik mənanı daşıyır? Daş evlər romanınızda məkan hansı simvolik mənanı daşıyır? Məkan, adı maraqlı yanaşmadı, bəli. Məkan, qızım, mən bu rayondan gələn uşaqlar, bilmirəm, indiki uşaqlara aid deyil. Biz bura gələndə gözümüzün altına alırıq ki, aşağısı bir 20 il kirayədə qalmalıyıq. Mən də çox tələbə vaxtı, sonra da, 2 kişi olandan sonra da xeyli kirayədə qalmışam. Mən də Ramiz dostum bir dəfə dedi ki, sən böyüyəndə məşhur adam olsan, Bakının yarısına yazıb yapışdıracaqlar ki, Seyran Səxavət burada yaşayıb, orada yaşayıb, burada yaşayıb. Böyle bir şey. Məkan, orada siz də xatırlıyorsunuz, yəni ki, bir dairəvi məhəllələr olurdu, orada 5-6 ailə yaşayıb, ilahi. O adamlar necə bir-birini istəyirlər, ay Allah. Necə bir-birini istəyirlər. Mən orada yeganə tələbəydim, Vexli, Nagornu, yəni yuxarı dağlı küçəsi 79, Əbləv klubunun yanında. Hamı bir-birini necə gözləyirdi, hamı bir-birini necə istəyirdi. Novruz bayramıza dolanda bizim fakültənin uşaqlarının yarısı azı da baxır, bizdə azdır. Elə gəlib bizdən keçirlər. O qədər şəkər boru o məhəllədən. Nə bilim, nə deyəsən də o bayramda doğruydu. Uşaqları çağırdı ki, gəlin oturun, görün ağaçsıda, köməklik mənə, yeyə bilmirəm Allah'ım. Yəni, məkan qəlbədir. O mənim üçün o məkan, çox sağ ol ki, sual verdim bana. Həm də mənim üçün o məkan həm də yer kürəsidir. Heyf ki, indi yer kürəsi, o məkanın böyründən yer doğru keçə bilir. Vəziyyət son dərəcə belə ürəyə dövrdə hamımız bilir. İndi insanların sözləri bir-birinin boğazından keçmir. İndi böyle aləm qarşı, biraz pis vaxtdır. Yəni məkan o mənim üçün müqəddəs məkandır. Son olaraq sizin sualınıza cavabda demək istəyirəm ki, insanın and içdiyi yerlər var da. Mən bu məkana həmişə and içməyə hazır bir adamam qızım. Kızım bir dəqiqə üzrsən, mikrofondan biraz bir bəhdən deyə görüm işləyəcək, mikrofon körlüyü. Hər kəs salamlayıram. Mən Kazımova Zəhra, Beynəlxalq Münasibətlər və İqtisadi Fakültəsində birinci kurs tələbəsiyəm. Selam mənim, sual verir səslənir ki, siz yazdığınızda milli və mənəvi dəyərləri hansı formada əks etdirərdiniz və bu dəyərlər müasir dövrlərə necə uzlaşdırılır? Tərcümələr. Milli mənəvi dəyərlər bugünkü müasir ədəbiyyatın
necə əks oluyor, değil mi? Ha. Deməli, bax, indi hamınız maşallah 21-ci əsrdə yaşayırsınız, hərəmizin də yastığının altında bir kamp, nədir o? Nə deyirsin ona? Planşet. Düzdür, hər şeydən xəbəriniz var. İndi demək olar ki, dəyərlər ədəbiyyatda nadir hallarda əks olunur. Bizə də niyəsi var. Çünki dəyərlərin özü artıq tükənmək üzrədir. Olmayan şey haqqında mən hədid öyləm, cəmaatı gözünə küpürəm, deyəm ki, filan şey var, axı yoxdur. Bu səviyyədədir. Amma mən inanıram ki, nə vaxtsa düzələcək. Bilirsiniz, bunların hamısının bir dənə çıxış yolu var. Kitab oxumaq lazımdır, kitaba qayıtmaq lazımdır. İndi sənin vaxtında mənim var, o atalar sözü sən eşitməmsən. Çünki o atalar sözünü də çoxdan sıradan çıxartmışıq. O da elə bir dəyərdir. Ki, bir adamın işləri düz gətirməyəndə deyirlər ki, o yazıq, onun kitabı bağlanır. O kitab haqdan bağlanırdı, ya bir mərdim azar qonşu tərəfindən bağlanırdı. Amma bugün çox təəssüf olsun ki, bir xalq olaraq biz özümüz öz kitabımızı elə bir bağlamışıq. Yəni, yenə təkrar edən gəşdir. O yazıqdır, onun kitabı bağlanır. Amma belə bir yanaşma, belə bir söz olub və xalq onu işlədir. Amma inanıram ki, heç vaxt, heç zaman buna bənzər bir cümlə işlənməyəcək. 2.3 o yazıqdır, onun klaviaturası bağlanır. Belə şey işləyirsin. Fərq buradadır, faciə buradadır. Bu qədər. Hörmətli Seyran müəllim, gəldiyiniz və bizimlə görüşdüyünüz üçün öncəliklə sizə təşəkkür edirəm, çox sağ olun. Mənim sualım ondan ibarətdir ki, siz əsərlərinizdə obrazlarınızı canlandırarkən nəyi əsas götürürsünüz? Hansı bir hadisədənmi təsirlənirsiniz, yoxsa o an hiss etdiyinizə görəmi? Aydındır qızım, əvvəla biz hamımız, elə sənin özündə, hadisələrin içindəyikdə, elə deyil. Hadisə o demək deyil ki, bu faciə olmalıdır. Hadisə bir sinif yox, tələbə yoldaşı, o bir tələbə yoldaşının üstünə vəzbəklər qışqırsa, bu da hadisə əslində. Biz də indi yaşayırıq, hadisələr görürük, nə bilim, təsirlənirik. Sonra onlar, o elə uzun bir prosesdir ki, o yaradıcılıq mətbəxidir. O mətbəxdən soğan qovulması isi gəlmir, oradan ancaq söz ətiri gəlir, elə bir mətbəxdir. İllər gedir, proses, sonra ona oxşar bir şey görürsən, bunlar hamısı yığılır, süzülür, o elə bir fabrik ki, dünyanın ən gəliz fabrikidir. O yazıcı təxəyyülü, yazıcı düşüncəsi, yazıcı həssaslığı. Bax, bu söz mənim var. Təşəkkür ederim. Qasım müəllim yoxdur. Abi qardaş, mənim yadıma o ta evini açdığın kızlar məktəb işte, burada kişiler yoxdur. Biri var, ona da şükür, neyse. Əvvəla xoş gəlmişsiniz. Sizi burada görmək böyük şərəfdir. Mən Tarix Fakültəsinin ilk kurs tələbəsi Aysunay Vəliyeva. Əslində soruşsam, çox sual verərəm, amma ümləşdirib bir dənəsini vermək istəyirəm. Biz bilirik ki, siz həm nəzm, həm nəsir, həm də dramaturgiyada yazmışsınız və yetərincə möhtəşəm əsərləriniz var. Mənə maraqlıdır ki, bir yazıcı olaraq sizə öz fikrinizi ifadə eləmək üçün hansı daha rahatdır? Nəzm, nəsir yoxsa dram? Aydındır. Mən bir dəfə bir söz demişdim ki, o janrlarla bağlı sual vermişlər. Əslində bu janrlar dramaturgiya, poeziya, nəsr, publisistika. Bunlar hamısı o ədəbiyyat şünasların lazımsız uydurmalarıdır. Lazımsız uydurmalarıdır. Bəlkə də onları dolandırmaq üçün yaranmışdır. Atılmış bir addımdır, nədir bilmirəm. Mənim üçün qızım bir dənə janr var. O janrın da adı belədir. S-Ö-Z. Hansı
janrlar mənə deyirlər. Hansı mənədə söz demək asan, o baxır adamına. Adam var, en ideal yerdə də söz demək üçün 40 dəfə sağına, soluna, yuxarı, aşağı baxır. Adam da var, nə ağına baxır, nə də bozuna. Harada gəlir, necə ürəksən deyir. Mən özümü axırıncılardan hesab edirəm və mən bu cür yazıb yazıram. İlk növbədə Seyran müəllim sizi və hər birinizi salamlayıram. Vaxt ayırıb gəldiyiniz üçün də sizə çox təşəkkürümü bildirirəm. Mən Jurnalistika Fakültəsinin 1-ci kurs tələbəsi Musayeva Şehdin. Sualım da belədir ki, ən çox yazmaq istədiyiniz, amma hələ də yaza bilmədiyiniz bir mövzu varmı? Varsa nədir və niyə? Bilirsiniz, bu mənim aləmimdə mühasibət, yəni mühasibə yazılar. Əslində yazıcı heç nəyi planlaşdırmır. Ay mən filan şeylə yazım, ay bunu yaza bilmədim. O başını aşağı salıb öz işini görəndə hər şey onun içində ən gözəl səviyyədə həllini tapır və sizə deyim ki, həmişə də uğurlu olur. Yəni bu planlı təsərrüfat deyil ki, məsələn mən bəzən Allah canlarını sağ eləsin, bəzi yazılar görsən intervülər verirlər ki, mən hər gün 3 saat yazıram. Allah onlara kömək olsun, bir də Allah onlara rəhm eləsin, doğrudan bu yazıçılıq nədir, bu avtomatdır, maşındır, nədir? Hər gün 3 saat yaz. Mən ömrümdə elə şey mənim başıma gəlmir. Mən nə vaxt görmüşəm, dolmuşam, kövrəlmişəm, ağlamaq yaxşı. Ağlamaq gəlməyəndə ağlaya bilərsən sən. Mən də ağlayamıyorum, ağlı balam. Onlar yalan deyir. Yazıcı gündə 3 saat bu fəhlə deyil, abaxı deyil, prokuror deyil. Belə. Bəli, çox sağ olun, çox gözəl yazın. Hər vaxtınız xeyir olsun. Sizi burada görmək çox xoşdur. Mən Jurnalistika Fakültəsinin 1-ci kurs tələbəsi Mustafa Evaşə. Bu dünyada olmayan dostlarından zəng gözləyirəm dedikdə hansı dostlarınızı nəzərdə tutursunuz? Kızım dostun hansı olur başına dönsən. Evet, dost ya. Yusuf Səmədoğlu'nu dan zəng gözləyirəm. Polat oğlunu zəng gözləyirəm. Onlar Azərbaycanda tanınmış adamlar. Azərbaycanın tanınmadıkları Zeynalov'dan zəng gözləyirəm. Yine Azərbaycanda tanınmayan Adil Hacıyev'den zəng gözləyirəm. Bir kırçı dostum vardı, Dağlı. Çok istedadlı qarmon çalanıdır. Çok istedadlı okuyurdu Hacı Baba kimi. Rəssamıdır. Çok istedadlı da qırçıydı. Onun saldığı yollar hələ qalır, batmayıb. Yani indi hamısı çıxı getdi, əlində ucunda biri qalıb, son beşiydi. O dostluğun hamısından zəng gözləyirəm. Özə bilirəm, zəng eləyəni döyürlər. Mən də zəng verirəm, bilirəm ki, telefonlarına zəng çatan döyür. Amma mən zəng eləyirəm, hesab edirəm ki, yəqin onlar da bir ilahi qismət olar. Mənə zəng eləyir, bir-birinizi çox istəyir. Yeri gəlmişkən, dünyanın böyük yazılarından biri Dostoyevski, eşitinizdə yəni. O həm də əslində Türk, o Qızıl Ardadan gəlir. Onun bir sözü var, vaxtıyla deyir ki, dünyanı bir spasiyot krasata, dünyanı gözəllik xilas edəcək. O vaxt bəlkə də heynəydi, gözəllik xilas edə bilərdi dünyanı. Amma indi dünya elə bir vəziyyətlər ki, gözəllik onu xilas edə bilməz. Gözəllik özü canının hayındadır, gözəllik özü reanimasiyadır. Amma yenə bir xilaskar, mən dururam ki, dünyanı olsa sevgi xilas edə bilər. Dünya burada kimdir öyle kızım, hamımız qəşək geyinib keçinib oturup burada söhbət edirik. Belə böyle, Allah şükür, xəbəriniz var da, gündə
milyon bariyerlərlə qan dökülür. Mən bariyer neft ölçüsü, mən qəsdən onu qan ölçüsü kimi gətirirəm bura və hamısı da neftin üstündə. Bilirsən? Elə biləm, arxasında özün fikirləş, yaxşını jurnalist sağ olsun. Salam Seyran müəllim, xoş gördük sizi Bakı Dövlət Universitetində. Sizinlə görüş bizim üçün çox xoşdur. Mən Ramazan Varsun, Filologiya Fakültəsinin 1-ci kurs tələbəsiyəm. Sizdən soruşmaq istəyirdim ki, yazdığınız əsərlər həyatınızın izidir, yoxsa həyatda görmək istədiklərinizin xəritəsidir? Kızım, onu biləsən ki, bu dəqiqdir. Xahiş edirəm məni düz başa düşsün, amma istedadlı yazıçılar üçün belədir. İstedadlı yazıçılar ancaq özünü yazır. En az ona göre ki, gerek tanıdığın şeyden yazasan, düzdürmü? Adamın da, ben de bak bir adam olarak, vatandaş olarak, bir seyran olarak, dünyada, bütün dünyamda gezmişim, Şimal Buz Okeanı'ndan başka her yerde olmuşum. Dünyada en yakından, en serras, en dəqiq tanıdığım hamıda yanına bilərəm. Səndə də yanına bilərəm, atamda da yanına bilərəm, hamıda. Seyranı tanıdığım qədər heç kəsin və heç bir məkanı tanımıram. Ona görə də özümdən yazıram və yaxşı edirəm. Özün biraz yaxına götürüb olma. Öncelikle hepinizi salamlayıram. Mən Məmmədov Rəşidə, Filologiya Fakültəsi 1-ci kurs tələbəsi. Mənim sualım ondan ibarətdir. Əgər bilsəniz ki, bir gün bütün şeyləriniz unutulacaq, heç kim tərəfindən xatırlanmayacaq, yeni şeir yazmağa devam edərdiniz. Hə, qızım, sən Məmməd Qədir Rüstəmovla bizim nəhəng xanəndəmiz, ona sual verdim ki, Qədir, elə belə soruşdu, sonra da sən onu yazmışam. Dedim, Qədir, səsin bassan ağarlarsan, belə, səsin basanda gələrsən, onda deyənəm. Elə bizim, mənim şeylərin hamısı dərddən sənə sonra gəlirsən, boş edirəm, onda deyənəm. Mənim sualım belədir. Görüşlərinizin birində demişsiniz ki, bəs mən qiraətçilərin oxuduğu, səsləndirdiyi şeyləri bəyənmirəm, çox qiraətçini. Qiraətçi şeir səsləndirərkən şairə əvəz etməlidir. Bəs sizcə qiraətçi nə qədər şeirə fərqli qata bilər? Vallahi etmək ola bilər, sağda da qiraətçilər var. O sözlərdən sonra çox vaxt evvel məndən oturtulan adamlardı, bəziləri də məndən inciyib. Amma bilirsiniz, indi bir dənə də qiraətçi, bir nəfər var, o babadır. Xəzər Süleymanı. O özü çox gözəl bir şairdir. Bilmirəm, niyə Qurşanov onun şeirini oxuyur, dedi şeirini yazmış. Bir dənə o babadır. Qalanı Azərbaycanda bir dənə şeir oxuyan, istəyirsən, bax, SSR xalq artisti olsun, xeyri yoxdur. Duymurlar sözü duymurlar. Özə, məsələn, mən indi şairəmsə və şeirimi oxuyuramsa, bayaq oxudum ha, 2 məhəbbət, son məhəbbət. Elə bir ki, mən onu təzdən yazdım, qızım. Bunlar şeirin içine girmir. Elə bir şeir o deyil, Politexnik Üniversitetinin yanındadır, burada oxuyur. Gerək onun içine gələsən. O filmdə qalıram. Qiraətçilər, nə qiraətçi, o da uydurma bir şeydir mənim üçün. İndi aramızdır. Bir dəfə Ramiz Rövşən'in, dostumdur Ramiz deyirəm. Deməli, şeirlərini siz deyən kimi bir aktör, qiraətçi oxudum. Oxumuştum, mən də ona qulaq astım. Qulaq astım, elə bir ki, bu orijinal şeir deyil, tərcümələrdir. Mən də götürdüm, ərinmədim, Ramizə zərbi Ramizdir. Tərcümələri bir aktör oxuyurdu, sənin şeirləri. Dedim, nə tərcümə, mənim şeirim tərcümə. Dedim, nə dedim, Azərbaycan dilində tərcümə. Azərbaycan dilində, Azərbaycan dilində. Dedim, nə tərcümə, dedim, dedim, bu nə verim onlara. Güzəlamızdır, Ramiz Rövşən'in öz dilindən şeylərini eşitirsizlər, düzdürmü?
Adamın beynine, sinirlerine, iliğine ve kanına işleyir. 4 kere işlemeli, 4'üne de işleyir. Ona göre birden başladım, gratisler olasın, öyle şeyler, yaxşı, evet. Allah şükür, bu Allah şükür. Mən Tətbiq Riyaziyyat və Kibernetika Fakültəsinin 2-ci kurs tələbəsi Zəkəriyyə Süleymanov. Sualım o olacaq ki, sizin bu rəmiş hekayənizdə Adım bəşəriyyətdir. Zəkəriyyə Zəkəriyyə, dedim çox da görə çox iyi, bilməyən var, bir şey. sizin bu rəmiş hekayənizdə başlayan kimi cavanlıqda özündən böyüklərlə oturub dururdu. Yaşa dolandan sonra isə qoşulmuşam cavanlara. Bunu necə izah edərdiniz? Onu eləyəcəkləri ki, bax, sən kimi cavanların qarasını al. Qocam deyim, nəmə eləyəcəm, qocam. Nə deyib, İlk olaraq hər kəs salamlayıram. Mən Jurnalistika Fakültəsinin 1-ci kurs tələbəsi Ayşə Cəfərova. Buradan sizə sualım olacaq ki, az öncə səsləndirdiyiniz ilk məhəbbətin şeirində o şeirə həsr edildiyiniz xanımın məhəbbəti hər sizin qəlbinizdə yaşayır mı?